Oishi. Good. Bu gün sizə Yaponları belə şoka salan, ləzzətli əti olan bir dönər məkanı barəsində məlumat verəcəm. Bura yarpaq dönər təqdim eləyir. Ət dönərinin qiyməti 6 manatdan, toyuq dönəri isə 4.50-dən başlayır. Başlarını özləri hazırlayırlar. Dönərin tərkibində pomidor, duzlu xiyar, mayonez və ətdən başqa heç nə yoxdur. Ətlə bağlı onu deyə bilərəm ki, yumşaq idi, ləzzətli idi, amma ki, yağı dəhşət çox idi. Bu bəziləri üçün minus ola bilər. Güvəzdə belə dönər ətindən 6 pomidorlu, üstü pendirli bir şey təqdim edirlər. Dadı qəşəng idi, amma yenə sifariş eləyərəmmi, qiyməti 14 manatdır. Yəni mən bəyəndiyim isə lahmacun arası dönər oldu. Lahmacun qəşəng, altı xırt-xırt idi. Əti özünüz görürsünüz, artıq söz deməyə ehtiyac yoxdur. Qısacası getsəm, yenə də bunu götürərəm. Və təbii ki, milli yiyəcək demişkən mərmini də yaddan çıxarmaq lazım deyil, mütləq mərmi ilə sınamaq lazımdır bunu. Məkan adı Səbət dönərdir və bu Bülbül prospektində yerləşən filialıdır. Yarpaq dönər yalnız bu filialda təqdim olunur. Digər filialı isə Tibb Universitetinin yanındadır.